Üstünü mənə tutdu. Rəhbər bu qələmundur, sözünü de. Tamam haldan düşmüşdü. Xortan xala dedi. Quldurlar xəncərlərlə yaralayıblar, qan itirib, amma sağalacaq. Fağıl isə, qorxuram, sabaha sağ çıxmasın. Qollarım yanıma düşdü. Ah, əziz Fağıl, amma düşünməyə çox da fürsət olmadı. Bu qələmun soruşdu. Nə olub? Elçi Kat gəldi. Dedi ki, Dıqaq Mextegilərə hücum edəcək. Bəli, əmim oğlu Dıqaq şəfəqdə oranı yerlə bir edəcək. Bu intihar olar. 200-dən az adam şəhərin mühafizəçilərinə qalib gələ bilməz. Bu qələmun gülümsədi. Doğrudan, nə siz, nə Fağıl, nə də başqası xəbər tutdu. Bəs Xortan xala, Zetiqlaq da bilmədi heç nə? Xortan xala soruşdu. Nədən danışırsan? Bu qələmun ətrafa baxdı. Heç kim olmadığından əmin olub davam elədi. Bizneslər bizimkiləri bir-bir dənləyirlər. Onsuz da cızdığımız planı bir qədər tez yerinə yetirməyə qərar aldıq. Bu planı mən, Dıqaq və bir neçə etibarlı adam bilir. Hətta sizə xəbər gətirən Kat da intihar hücumu edəcəyimizi düşünüb. İkiniz də qulaq asın. Biz burada danışanda Taskabar Nala tabe olan 5 kənddə üsyan bayrağı qaldırılıb. Xəbər şəhərə çatıb. Vali Cekkel təşvişə düşüb. Kəndlər üsyana qalxıb vergini ödəməsələr, şəhərlə ticarət kəssələr, işlər qarışar. Buna görə də üsyanı yatırmaq üçün bölüklər göndərəcək. Şəhərdə döyüşçü sayı bu günlərdə azdır, düzdür. Gizli saxlanılır. Amma bizə xəbər çatıb. 600 süvari, 400 piyada var. İçəridən məlumatım var. Hər kəndə 120 süvari baxır. Hazırda süvariləri kəndlərə göndərmiş olmalıdır. Bunlardan başqa 400 piyadanın 100-ə yaxın şəhərdə asayişə nəzarət etmək üçün kiçik qruplar şəklində gəzdiklərini bilirəm. Şəhərin 2 girişi var, şərq və qərb girişləri. Hər birində 25 nəfər dayanıb. Demək istədiyim odur ki, 400 nəfərin 150-si şəhərin içində, 250 nəfər isə mərkəzi qalada olur. Daha bir məlumat. Belə vəziyyətlərdə Cekkel əhalini nəzarətdə saxlamaq üçün 50 nəfərlə şəhərdə gəzir ki, güya hər şey yolundadır. Bizimkilər şəhərdən çoxdan çıxıblar. Ələ keçməmək üçün şəfəqdə şərq qapısından rahatca girib Mextegilərə hücum edəcəklər. Xortan xala təəccübləndi. Necə rahatca? Hardan bilirsən bunları? Bu qələmun gülümsündü. Mərhum dayım eşəm yadındadır. Heyf, onu unutmaq olar məgər? Bəs Cekkelin həyatını qurtarıb, onun vəziri və yeganə varisi olan ən yaxın adamı Andreyi eşitmisən? Ölüsünü quzğunlar yesin. O olmasa Cekkel ölmüşdü. Bu qələmun ürəkdən güldü. O eşəm dayıdır. Andrey adı ilə aralarına sızıb girib. Qarı iki əllə ağzını qapayıb, Xejedin yatağında oturdu. Bu qələmun üzünü mənə tutdu. Bizimkilər dərhal Mextegilərə hücum edəcək. Diqqət mərkəzi orada olacaq. Mən isə indi yola çıxıb 20 nəfərlə öz yerimi tutacağam. Cekkeli öldürəcəyəm. Kəndlərə göndərilən süvarilər mənzillərinə çatıb kəndə girmək üçün ikinci əmr gözləyəcəklər. Eşem dayı Cekkelin ölümündən sonra onları geri qaytaracaq. İmperator yenisini göndərənə qədər vali olacaq. Yeni valinin gəlməyi də ən tez 20 gün çəkəcək. Bəlkə də imperator heç dəyişmədi valini. Hər halda onlar bizi dənlədiyi kimi yeni vali gələnə qədər də biz onları dənləyəcəyik. Nəzərə almadığınız bir şey var. Üstün bədənə bürünüb ya da bürünmək üzrədir. Bəli, elədir. Amma nəzərə almadığımız bir məsələ də vardı. Müjdələnmiş 4 əmanəti ilə gəldi. Biz yola çıxırıq. Xortan xala 3 nəfərlə yoldaşlarına baxacaq. Elə deyil Xortan xala. Xortan xala hələ də əlləri ağzında oturub eşəmin ölmədiyini həzm etməyə çalışırdı. Bu qələmun güldü. Hə, yaxşı oldu elə. Zetiqlaqdan olduğunu məndən gizlədəndə fikirləşmirdin ki, sənin də bilmədiyin şeylər ola bilər? Xortan xala soruşdu. Dayın doğrudan sağdır. Zumğevi, bunlar sənə əmanət. Mən də gəlirəm. Ölənlə iltığım məndən xəbər gözləyirlər. Biz də sizinlə Mextegilərə hücum edərik. Ya böyük qələbə qazanmalıyıq, ya da
Başqa seçimimiz yoxdur. Xortdan xala hələ də özünə gəlməmişdi. Yəni eşim sağdır? Bu qələmin güldü. Hə, Xortdan xala, de görüm Zumğəxi uzun yol gedib, sonra da döyüşə bilərmi? Bəli, ona verdiyim yaşıl su qədim zamanlarda istifadə edilmiş, indilərdə unudulmuş dərman idi, qarı dedi. Yalnız Talik dağında yetişən otlardan hazırlanır. Yaxşı ki, məndə bu otlardan vardı. Xortdan xala, uzatma, de görüm döyüşə bilər? Bir neçə saat özünü güclü və enerjili hiss edəcəksən. Amma sonra gərək dincələsən. Xaxsaç sizi də, eşimi də qorusun. Bu qələmin üzünü mənə tutdu. Zirehini geyin Zumğevi. Üzüyünü tax, kitablarını, əsanı və qan tökəni götür. Bu zirehdə qəhrəman kimi görünürsən. Qan tökən onu heç kim qurşanmasa belə vahiməlidir. Gözünə bağladığın qırmızı parça bir vaxtlar Kuron bayrağı olub. O bayrağı hələ də unutmayanlar var. Qoy bir zamanlar insanları pisliklərdən qoruyan bu bayraq hamını canlandırsın. Kitablarını belinə bağla. Amma çalış, kitab olduqları bilinsin. Hamı kitaba dəyər verdiyini anlasın. Çünki kitab və qılınc vəhdət içində olsa qaranlıq dağılar. Amma qılınc təklikdə zorakılıq, kitab təklikdə boşboğazlıqdır. Əsanı rahatlıqla işlət. Qırılacağından qorxma. Claudius onu öz əli ilə düzəldib, necə edibsə, ən yaxşı nizələrdən daha möhkəmdir. Fagılın atası ilə mənim babam döyüşdə olublar. Babam deyirdi ki, hansısa pəhləvan baltası ilə qalxanını parçalayıb. Zərbənin gücünü təsəvvür elə, babam yıxılıb. Düşmən baltanı yerə endirmək istəyəndə Fagılın atası əsanı qabağa verib. Qalxanı parçalayan balta və qollar bu əsanı sındıra bilməyib. Bəlkə də tilsimdir. Əsanın ortasında baltanın izini görə bilərsən. Əsa ilə bağlı başqa məlumat verim. Aşağı hissəsinə bax. Qılınc kimidir. O qılıncın qını var. Tunç kimi metaldır. Amma çox möhkəmdir. Qınını əsanın ucuna bərkidəndə nizə kimi olur. Fagılın atası Vıqiyaya gedəndə o qını babama verib ki, əsanın həqiqi sahibinə verəsən. Məndədir. Bax, əsan oradadır. Ucunu görürsən, möhkəmcə bərkitmişəm. Bu qələmun bu sözləri dediyi vaxt yola hazırlaşdım. Xortdan xala tələsik harası getdi. Bu qələmun, gedək, dedi. Yoldaşlarımla vidalaşım, dedim. Ustad Xecidinin baş tərəfindən əyilib üzünə baxdım. O yağ idi, danışdıqlarımızı eşitmişdi. Amma çox halsız idi.